hörmətli tamaşaçılar, siz Pənbə TV-yə baxırsınız. Bugün biz Pənbə televiziyası üçün, Pənbə TV üçün Anamın Süfrəsi layihəsini başlamışıq. O yüzden mətbəxdə sizə təqdim edəcəyimiz yeməklər sizin çalışacaq könlünüzü oxşasın. Qədimə alətimiz olan bulgur maşınında bulgurumuzu çəkirik, yarma halına salırıq. Yarma halına görə salırıq ki, daha məhv olur, xəşir daha möhkəm tutur. Mətbəx yerində olsun, rolun kağız nəsiyi, sarı əsrini çıxartmaq düzdür da. Daha düşməz olar, çıxıları söz. Tuzuna baxmalıyam. Bununla bir yerdə bunun tozu, nə bilim, içində olan şeylər, lazımsız şeylər. Təsəvvür eləyin ki, bu xəşilin, bu əvvəliyin yaşı 100-ün ötəsindədir. Çox qədim, çox qədimdir. Mənim babamın, nənəmin, nənələrinin nənələri pişirən bir şeydir. Bu qədər tarixi var, yəni bu yeməklərin. Ona görə də qoy gənclər ona görə dedim də ki, bizim yaşasınlar, saxlasınlar ki, onlar da yaşaya bilsinlər, yaddan çıxmasınlar. Biz saxlamışıq, onlara ötürə biliriksə, onlar da saxlamağa borçludular. Analarımızdan bizə gəlir, bizdə də inşallah bizdən sonraki evlatlarımız, bizdən sonraki nəsillər davam elətdirər. Bəzən bir dövlətin tarifi onu yeməklə bir yemək deyil, faydaları çoxdur da bu yeməyin, mövsümə görə, qış fəslinə görə faydası çoxdur. Çox xeyirli bir yeməkdir. İstəyərəm ki, həqiqətən bunu bilən və bilməyən faydasını daha çox dəyərləndirə bilən insanlar, ailələr öz süfrələrində daim bu yeməyi pişirsinlər. Yarmamızı çəkdik, bulğurumuzu çəkdik, yarma elədik. Yəni bunun doğranmış halı yarma adlanır. Çox vaxt yarma deyəndə, indi aşçılar başa düşür, digərlər deyir yarma nədir, bulğur nədir. Bulğur diri formasıdır, yarma onun çəkilmiş formasıdır. İndi biz suyumuzu qoymuşuq. Əslində bu bir saat, yarım saat suda qalsa daha yaxşı olur. Niyə? Çünki yumşalır, daha tez pişir. Ondan əlavə biz bilirik ki, bu dəlli bitkilərin hamısına nəylərsə vururlar ki, tez xarab olmasın, qurtlamasın falan filan. Bu ıslaqda qalır, o zəhərli maddələrin hamısı suya çıxır. O baxımdan onun ıslaqda qalması çox vacibdir. İndi suyumuz qaynayandan sonra bunu süzürük, pişirməyə başlayırıq. Xəşil, xaşıl. Bizdə yeyilir, sarımsaq qatıq, bir də yağla. Hələ qaynamağa hazırlaşır. O daha da yaxşıdır ki, bu daha çox ıslaqda qalsın. Ona qədər biz yağımızı əridə bilərik. Sağ olsun sevgili qapılarının pəncərəsini yiyib.
Evinin pəncərəsini, qapılarını hamısını üzümüz açıq, var olsun. Özümüzü burada, öz evimizdəki kimi hiss edirik. Dağ olana kimi yağımız əriməlidir. Sarımsaq yandırmayaq. Ümumiyyətlə, xəşil məsələsi elədir ki, əlin qazanların içində olmalıdır. Əlin dəyəndə qaşığı, çömçə. Yağımız həll oldu. Demək olar ki, hazır. Hazır. Yağımız hazırdır. Mən də bunu töküm. Bulgur tökək içinə daha yaxşı yürüsün. Yağımız hazırdır. Suyumuz qaynadı, duz tökdük, duzuna da baxdıq, mütləq baxmaq lazımdır. Yağmamızı da tökdük. İndi bunu gözləyirik ki, qaynasın. Qaynamağa başlayanda tez-tez qarışdırmaq lazımdır ki, yəni alt üstü eyni pişsin, həm yapışmasın, həm daşmasın. Həm də ümumiyyətlə tökəndən sonra, yarmadır, düzüdür, suya tökəndən sonra dərhal qarışdırmaq lazımdır, 1-2 dəqiqə, o pot olmasın. Sarımsağımızı hazırlamaq üçün, bax, bu süzmə qatığımızı biraz su vurub açdıq ki, biraz durulaşsın. Ondan sonra da sarımsağımızı götürürük, sarımsaq əzirik, sarımsaq qatıqla yeyilir. Xəşil. Amma kim istəmir sarımsaqla yemək, o qatıqla da yeyə bilər. O zövqə görə məsələdir biraz. Biraz da duz vurmalıyıq buna mütləq. Bu da sarımsaq qatığımız hazır. Yağımız əriyib hazır. Bir dənə qaldı bizim bulğurumuzun mu deyim, yarmamızın mı deyim pişməyinə. Qaynamağa başlayır. Yəni mannını bu formada qatışdıra vurulur ona görə ki, potlaşmasın. Yəni hamısı eyni qaydada səliqəli olsun. Bu ona görə vurulur ki, bu bulğurlar bir-birinə daha sıx olsun, daha möhkəm biraz bərkisin. Bunu da görürsünüz, az-az vururuq ki, bu birdən qaşıqla falan töküləndə manlı bir yerə yığılıb potlaşır. Mütləq əllə səpələnməlidir duz. Bu manlı pişənə kimi də gözləyirük, xəşimiz hazır. Yəni artıq bu manna vurulandan sonra qatılaşır deyə bunu tam öz bərkliyini alana qədər qarışdırmaq lazımdır ki, dibi yanmasın. Bir də xəşinin pişməsinin ən çox nənələrimiz nədən bilirdi, analarımız, nənələrimiz. Qarışdırırsan, görürsən ki, bərki bu bir. İkincisi də qaşığı belə atırsan, görürsən ki, yarğan açıldı və tez bitişmir bu yarğan. Deməli, hazırdır. Bismillahirrahmanirrahim. Bizim xəşilimiz. Xəşilimiz də bu formada süfrəyə verilir. Yəni görəsini düzəldir, ortasında oyuq açırıq ki, qatığımızla yağı ora çəkək. Bu xəşili bu formada servis olunur, orta hissəsində boşluq açılır, həmin hissəyə qatıq tökülür, qatıq sarımsaq ikisi bir yerdə tökülür. Bundan sonra həmin qatığın yan hissəsindən, üzərindən ərdilmiş formada olunmuş yağ tökülür. Və bu artıq süfrəyə vermək üçün servis hazırdır. Bizim bu
bugünkü yeməyimiz, bişirəcəyimiz yemək əvvəllikli istidir. Əvvəllikli isti öz kənd dilimizdə deyirəm, yəni əvvəllik xörəyi. Yəni çox faydalıdır. Analarımızdan öyrəndiyimiz üsulla bugünkü yeməyi bişirəcəm. Bu yeməyin tarixi çox qədimidir. Analardan bizə ötürülüb. Bizdə də inşallah bizim evlatlarımıza göstəririk. Onlar da bu faydalı yeməklərdən daima bişirib istifadə etsinlər. İndi bişirməyin üsulunu göstərirəm. Əvvəlcə mətbəx qayçısıyla əvvəlliyimizi xırda-xırda doğrayırıq. Sonra onu ilıq suda təmiz yumaq üçün, qumu, hər bir şeyi, tozu getmək üçün ilıq suda yuyuruq. Bu çöplərini mütləq içindən götürmək lazımdır. Üsulu belədir. Əvvəlik xörəyi mövsümə görə bişirilir. Ona görə ki, bütün soyuq dəymə olan xəstəliklərin hamısına çox xeyirlidir. Əsasən də öskürək olarsa, analarımız daima əvvəlik xörəkləri istifadə bişirirdi və bu əvvəlik xörəyi umaçla daha xeyirlidir. Yəni bizim öz kəndimizin adətinlə desək, biz əvvəlik xörəyini umaçla bişiririk. Tam da bugünkü günə uyğun bir yeməkdir. Çünki havalar soyuqdur. Bugünkü gün üçün tam da yerinə düşən bir yeməkdir. İndi mən bunu ilıq suna yuyuram, təmiz hala gətirirəm. Əvvəlin içinə un vurmaq lazımdır. Un deyəndə umaç. Bəs eləyər məncə. Umac üçün un. Mən əvvəliyimizi yudum tərtəmiz. İndi bunu acı suyunu çıxarmaq üçün qaynar suya tökmək lazımdır. Bir 5 dəqiqə, 6 dəqiqə qaynar suda acı suyu çıxır. Bu çıxana qədər yağ soğanımızı hazırlayaq. İndi yağ soğan eləmək üçün əvvəlik qaynar suda qalana kimi biz soğanımızı hazır edək. Hər bölgənin bir adəti var, bir ənənəsi var, bişirmə üsulu var. Biz indi öz analarımızdan öyrəndiyimiz, öz kəndimizin adətini göstəririk bugün sizə. Yəqin ki, çox yerdə əvvəliyi tanıyırlar. Həm faydasını, həm yaxşı bir yemək olduğunu hər kəs bilir. Daha yaxşı olardı ki, bu yemək kərə yağından bişsin, onda lap dadlı olur. Bildiyiniz kimi, bütün kəndlərdə kərə yağı istifadə olunur. İstəyərdim də, indi şəhərdə bişirilənlər də dadlı bir şey yemək alınsın deyə kərə yağından istifadə eləsələr daha yaxşı olar. Kartofumuzu da xırda-xırda doğrayacağım. Çünki sulu yeməyin içərisində kartof xırda olsa daha görünüşü zövqə görə çox yaxşı olur. Azdır. Əvvəli yağı çox olanda dadlı olur. Kartofu da xırda-xırda doğramaq lazımdır. Sevgi sağ olsun. Hər şeylə bizi təmin edib, çox sağ olsun. Ev eşiyi açdılar demişkən, şen olsun. Aha, bu bizim kartofumuz hazır. Şimdi əvvəliyimizə baxırıq, görək, əvvəlik acı suyu, əgər yaşıl suyu çıxıbsa, deməli acı suyu çıxır. Bunu qoya baxalım. Bəli, əvvəliyimizin bir aşağıya süzgəcə. Acı suyu çıxdı. Süzürük bunu. Əvvəliyi süzdüyü acı suyunu çıxartdı. Süzdüyü əvvəliyimiz hazırdır. Biz gözləyirik suyun qaynamasını. Əvvəli uje hazırdır. Artıq bişirməyə başlayırıq. Suyumuz da qaynayır. İndi soğanımız ərisin.
Soğanımızı, yağ soğanımızı ərməyə qoyuruq. Yağ soğan qovrulur. Soğanımız qızılı rəngə dönənə qədər qovururuq. Deməli suyumuz qaynayır. Biz əvvəli tökürük əvvəlcə. Əvvəlimizi tökdük. Qarışdırırıq, hamısı eyni bərabərdə suyun içinə yayılsın. Sonra kartonumuzu da eyni vaxtda tökürük, əvvəliklə pişsin. Bildiyiniz kimi kartof da biraz gec pişir. Bunları pişməyə qoyuruq və yağ soğanı gözləyirik. Sonra yağ soğanımız dağ olana qədər umac qoyuruq. Umacımızı hazırlayırıq. Umacımızı hazır etmək üçün umaca biraz su vururuq. Bir balacada demək olar bir cimdik hər zaman una istəyər şirniyyat pişirilsin, ona bir cimdik duz vurulur. Bərəkətli olsun. Az suyumuzu vururuq. Dərin qab lazım. Yaxşıdır. Bəsdir, bəsdir. Gözlə. Gözlə bəsdir. Əvvəli istisinə deyək də, mütləq keşniş vurulmalıdır sonda. Yağ soğanı qovuran zaman onun quyruqla qovrulurdu ona görə ki, onun çox dadlı keyfiyyəti olsun və eyni zamanda əvvəliklə kartoşka bişəndən sonra umaçdan qabaq yağ soğan vurulardı ki, içi quyruq qarışıq. Bir 10 dəqiqə qaynayardı əvvəlik kartoşka bir yerdə. O çox gözəl zövq dad verirdi. Sonunda isə umacı tökərdilər. Ən axır Çox yox, bir 5 dəqiqə, 3 dəqiqə umaçla da qaynayardı və o zaman artıq söndürəndən sonra ona xüsusi göyərtisi olan keşnişi vurardılar. Yəni bu çox zövqlə, əvvəli istisilə, çox keyfiyyətli və gözəl dad verirdi. Yəni hər zaman da quyruq və yaxud cızdaq deyərdilər. Quyruğun əridilmiş formasında, cızdaq formasında atırdılar və yaxud quyruğu elə özünü qovurub, yağı çıxıb soğanla da qovurardılar. Yəni bu Ümumiyyətlə bizim kənddə də cızdaq hər bir kəsdə olurdu. Cızdaq əvvəli xörəyi bişirəndə cızdaq da atırdılar. İndi burada bəzi adam təzyiqi var, quyruq qatmaq olmur. Bəzi adam zövqə görə ağız dadına uyğun olmadığı üçün quyruq qaldırmır təzyiq. Quyruq ən saf yemək. Yeganə heyvanın quyruğudur, onda xolesterin yoxdur. umacımız hazır oldu. Umacın iri qalan hissələrini götürdük. Bir kənara iri qalan hissələrini. Umacımız tam hazır vəziyyətdədir. Yeməyimiz hazır olanda ən sonda umacımızı yeməyi sonunda tökəcəyik. Yağımıza baxırıq. Diqqətimiz hər zaman yağda olur ki, yanmasın, ötməsin. Bu biraz da qovrulmalıdır. Tam soğan qızılı rəngə dönməlidir. Soğan öz dadını yağa verəndə yemək daha dadlı olur. Yağ soğanımız hazırdır. Yağ soğanı tökürük əvvəliyin üzərinə. Biraz da yağ soğanda pişir, dadı əvvəliyə kartofa çıxmaq üçün. Ən sonda umacı tökəcək. Əvvəliyimizin son mərhələsində umacımızı tökürük. Umacı da asta-asta qarışdırırıq, içində put yaranmasın. Biraz da umasla birlikdə yemək pişir. Sonunda göyərtisini vurub keçiririk və yemək hazır olur. Biraz gözləyirik umasla birlikdə qaynasın yeməyimiz. Umaçda xüsusi dad verir
Təvəlik xörəyinə. Təvəliyimizin ən son mərhələsi göyərçisini vurub söndürürük. Bu da bizim təvəlik supumuz hazırdır. İndi süfrəyə veririk biz. Nə deyirlər? Adamlar deyir bu nədir? Kim bir içərdə yavaş-yavaş içindən içindən buya. İçindən yoxsa qırağından? Yox, qırağından yox, içindən. İçərisindən. İçərisindən belə buya götürüb yeyirsən.